statusda çıxış edir bu yarışda. O 109-dan 1850 xal alıb. Onun komanda yoldaşı Anastasia Salos 3-cü yerdədir. Hal-hazırda isə Cənubi Afrika Respublikasından olan idmançı Nene Votabo yenə də gimnastika üçün ənənəvi olmayan bir ölkənin nümayəndəsi. Görürsünüz ki, başlayan kimi dərhal səhvə yol verdi. Yəni belə səhvlər xüsusilə belə ölkələrin idmançılarında çox adi qarşılanmalıdır. Votabo'nun çıxışına baxırıq birlikdə. Bəli, hərəkətlərdə səhvlər var idi. Birincisi artıq başlayan kimi dərhal belə